Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün 9-cu sinif riyaziyyat test topusunda olan adi və onluq kəsrlər mövzusunun sual izahlarına baxaq. Deməli, birinci sualda bizə deyilir ki, onda 7 kəsirinin sürət və məxrəcindən hansı ədəd çıxdıqda üsttəki kəsri alınar. Yəni biz bu kəsrin həm sürətindən, həm də məxrəcindən bilmədiyimiz bir x ədədini çıxmalıyıq. Çünki həm sürətindən, həm də məxrəcindən eyni ədəd çıxılır. Bu zaman üsttəki kəsri alınır, yəni bunun qiyməti bərabərdir 3-2-yə. Bunu çarpaz vursaq, 3 vuraq 7 çıxaq x bərabər olmalıdır. 2 vuraq 10 çıxaq x-a. Vurub atsaq, 21, işarəyə diqqət eləməliyik. Çıxaq 3x bərabərdir 20 çıxaq 2x-a. X-lar ədədləri bir tərəfə keçirsək, mənfi 3x, buradakı mənfi işarəsi bərabərin əks tərəfindən burada soluna keçəndə müsbət olaraq keçməlidir. 2x şəklində. Bərabərdir 20 çıxaq. Buradakı 21 də bərabərliyin əksinə, yəni sağına keçəndə müsbət yox, mənfi 21 şəklində. Ona görə çıxaq 21 olur. Mənfi x bərabər mənfi 1-ə, x də buradan alırıq ki, 1-ə bərabərdir. Yəni birinci sualın doğru cavabı olur B variantı. Keçək ikinci sualımızın izahına. 2-də bizə deyilir ki, 9-da 7 kəsirinin sürət və məxrəcinə bu səfər hansısa ədədi əlavə eləyəndə, yəni həm sürətinə, həm də məxrəcinə bilmədiyimiz bir x ədədini əlavə eləməliyik. Bu da bərabər olmalıdır bu səfər 6-da 5-ə. Bərabərdir 6-da 5. Yəni də vurub atsaq, daha doğrusu çarpaz vursaq, 6 vuraq 7 plus x bərabərdir 5 vuraq 9 plus x-a. Vurub atsaq 6 və 7 42 üstə gələk 6x bərabərdir 45 üstə gələk 5x-a. Yəni x-lar ədədlər bir tərəfə keçirilsə, yekun cavabımız olur x bərabərdir 3. Yəni ikinci sualda doğru cavabı olur C variantı. Keçək üçüncü sualımıza. X-in hansı natural qiymətində bu kəsir düzgün, bu kəsir düzgün olmayan kəsirdir. Ümumiyyətlə qaydamız belədir ki, A bölək B kəsirində əgər sürət məxrəcdən kiçik olarsa bu kəsir düzgün, sürət məxrəcdən böyük bərabər olarsa düzgün olmayandır. Buradakı böyük bərabərlik sözünə diqqət edin. Sadəcə böyük yox, böyük bərabər olarsa düzgün olmayandır. Məsələn, 3-dəki kəsiri düzgün kəsirdir, 6-da 5 kəsir düzgün kəsirdir. Amma məsələn, 3-də 4 kəsir düzgün kəsir deyil. Çünki sürət məxrəcdən böyükdür burada. Amma məsələn, 3-də 3 çox vaxt deyirlər ki, bu kəsir sayılmır, bu ədəddir, 1-ə bərabərdir. Bu əslində düzgün olmayan kəsir sayılır. Burada biz şərti ona görə qoymuşuq. Buradakı şərtə diqqət eləmək lazımdır. Bərabərlik şərtinə nəzərə almaq lazımdır çox misallarda. Daha sonra bütün misallarda. Keçsək əslində öz sualımıza. Burada bizə deyilir ki, x bölək 8 kəsiri düzgün kəsirdir. Bu deməkdir ki, bizim sürətimiz məxrəcimizdən kiçikdir. Yəni x kiçikdir 8 yazırıq ilk növbədə. Və x bölək 5 kəsiri düzgün olmayan kəsirdir. Ona görə də burada bizim sürətimiz məxrəcimizdən sadəcə böyük yox, böyük bərabərdir. Həm böyükdür, həm də bərabərdir. Bunu nəzərə alaq. İndi burada qursaq intervalımızı x 5-i alır və 5-dən böyükdür. 5-dən müsbət sonsuzluq deməkdir bu. Və 8-dən də kiçikdir. Bunların kəşməsini götürsək, x 5-dən 8-dədir və 5-i də alır. Ümumiyyətlə, əgər bir ədədi alırsa, bunu interval qurarkən lap belə bərabərsizlik misallarında da içini doldurursunuz ki, biz buradan bilməliyik ki, artıq bu 5-i də alır da. Amma məsələn, burada 8-in içini doldurmamışıqsa, deməli, burada 8-i almır. 8-dən sadəcə kiçikləri alır. Yəni, sonuç olaraq 5-i alırıq, 6-yı alırıq və 7-yi alırıq. Cavabımız olur 5, 6, 7. Bunu belə də eləyə bilərsiniz. Əgər belə interval qurmağı bilmirsinizsə hələ, qura bilərsiniz. X ola bilər 1, 2, 3, 4, 5, 6, 7, 8 yox. Və 5-dən də böyük olmalıdır. 5-i də ala bilirik. 5, 6, 7, 8, 9 və s. gedir. Bunların ortaqlarını seçərdiniz. 5-dən böyüklər, burada 5-dən böyüklər hansılardır? 5, 6, 7 və s. Heç bunu qurmağa ehtiyac yoxdur. Amma bunu qurmağı bilməyinizin özü bir müsbətli gələcəkdəki bərabərsizlik misallarına görə. Üçüncü sualda belə getdi. Keçək dördüncü sualımıza. Eyni bir sualdır. 4-də bizə deyilir ki, x bölək 10 kəsir düzgündür. Yəni, sürət məxrəcdən kiçikdir. Bunu nəzərə aldıq. Və x bölək 7 kəsiri düzgün olmayan kəsirdir. Yəni, sürət məxrəcdən böyük bərabərdir. Yenə də interval qursaq, 7-yi alırıq deyə 7-nin içini doldururuq. 7-dən müsbət sonsuzluğa və ondan kiçik, amma onu almır. Onu doldurmuruq. Biraz böyük oldu. Ondan mənfi sonsuzluğa. Bunların kəşməsi də 7, 8 və 9-dur. Cavab olur
4-cü sualda Y variantı. Keçək 5-ci sualımıza. 5-də bizə deyilir ki, 6A2 bölək 632. Natural ədədlər mövzusundan bilirik ki, bu 6A2 əslində 3 rəqəmli bir ədəddir, üstündə xətt var deyə. İndi bizdən nə soruşur? Düzgün kəsr olmalı. Düzgün kəsr olmaq üçün sürət məxrəcdən kiçik olmalıdır. Yəni 6A2 kəsri, üzr istəyirəm, ədədi məxrəcdən 632-dən kiçik olmalıdır. Bunu da, yəni asan bir şeydir. Yəni bunu görüb deməyin ki, bu çətin misaldır. Çox asandır. Baxın 2 durur yerində, 6 durur yerində. Bir dənə bu A-nı da 3 ilə müqayisə edin. Yəni A 3-dən kiçik olmalıdır. A 0 ola bilərmi? Bəli, ola bilər. 602 alınar. Amma belə bir şey var. Burada A-nın bəxti gətirib çünki 0 ola bilir. Əgər A 6-nın yerində olsaydı, ədəd 0-dan başlaya bilməyəcəyi üçün A 0 ola bilməzdi. Amma burada 0 ola bilər. Sonra 0 ola bilər, 1 ola bilər, 2 ola bilər, 3 ola bilərmi? 3 ola bilməz. 3 olsaydı nə olardı? 632, 632-yə bərabər olardı. O zaman da burada bu işarəni verməliydi. Vermədiyi üçün ola bilməz. Ona görə də A-mız ola bilər 0, 1, 2. Yəni olur 5-ci sualda cavabımız D variantı. Keçək 6-cı sualımıza. 6-da bizə deyilir ki, x-in hansı ən kiçik natural qiymətindən rəngi dəyişək. 3x üstə gələk 4 bölək 20 kəsirdir. X-in hansı ən kiçik natural qiymətində düzgün olmayan kəsirdir. Kəsirin düzgün olmayan olması üçün sürət məxrəcdən böyük bərabər olmalıdır. Yəni 3x üstə gələk 4 böyük bərabər olmalıdır 20-dən. 3x böyük bərabər olmalıdır 4 bu tərəfə keçirsəz 16-dan. X də böyük bərabər olmalıdır 16 bölək 3-dən. Bu nə deməkdir? X böyük bərabər olmalıdır 5/3-də 1-dən. Bu deməkdir ki, artıq 5 ala bilməz, amma 6, 7, 8 və s. ala bilər müsbət sonsuzluğa. Bizdən də ən kiçik qiyməti soruşduğu üçün biz buradan 6-yı götürürük. Bunu çox vaxt çaşırlar ki, niyə 5 ala bilmir? Baxın, bu 5-in özü nə deməkdir? 5/3-də 1, 5 üstə gələ 3-də 1 deməkdir. Bundan müsbət sonsuzluğa gəlir. Artıq yəni bu 5-i aldı. 5-i aldı. Burada üstə də plus 3-də 1 gəldi. Yəni artıq 5-dən keçdi. 5 yoxdur. 5 qaldı arxada. Biz qabağa baxmalıyıq. Müsbət sonsuzluğa baxmalıyıq. Ona görə də orada 6-yı görürük. Burada 5-i gördüksə deməli artıq bu 5-dən keçdi. Keçək 7-ci sualımıza. 7 də bunun kimidir. X-in ən kiçik natural qiymətində yenə də 5x çıxaq 4 bölək 17 kəsri düzgün olmayan kəsirdir. Yenə də sürət məxrəcdən böyük bərabər olmalıdır. Burada 4-dür. 5x böyük bərabər olmalıdır 21-dən, x də böyük bərabər olmalıdır 21 bölək 5. Bu nə deməkdir? Düzgün bunu qarşı kəsə çevirsək, 4/5-də 1. Yenə də bu 4 üstə gələk 5-də 1 deməkdir. 4-ü aldıq, keçdi artıq. Bu 5, 6, 7, 5-dən müsbət sonsuzluğa ala bilər, natural qiymət sayılsa. Bizdən də zaten natural qiymət soruşur. Belə 4/5-də 1-in özündə ala bilərdi. Sadəcə olaraq natural qiymət soruşur. Yenidən kiçik qiymət soruşduğu üçün ən kiçik natural qiymətimiz də bu sualda Y, yəni 5-dir. Keçək 8-ci sualımıza. 8-də deyilir ki, 3 saat sutkanın hansı hissəsini təşkil edir? 3 saat sutkanın ümumiyyətlə bu hissə məsələlərində aşağı həmişə maksimum olan yazırsınız. Prosto burada saat dediyi üçün həmişə aşağıda saat yazmalısınız. Saniyə versəydə aşağı saniyə yazmalıydınız və s. Bizdən sutka soruşur. Sutka nə deməkdir? Gün, yəni 24 saat. Yəni həmişə ən maksimum olanı, ən çox olanı, yəni ola biləcək ən maksimum, ən yaxşı hal aşağı yazılır. Yəni 1 sutka 24 saatdır. Bizə deyilir ki, 3 saat bu sutkanın hansı hissəsidir? Yuxarıda yazırsınız 3 saat. Bu bir qaydadır. Cavab edir 8-də 1. Yəni 3 saat sutkanın hansı hissəsini təşkil edir? 8-də 1 hissəsini. Bu işlədikcə çoxlu praktik eləyəsiniz. Uca bunu yazmağa ehtiyac olmur. Təxmini belə beyninizdə tapasınız. Sadəcə olaraq bunu belə misalla da göstərim ki, məsələn, bunu çox işləmişik balaca olanda ki, məsələn, 4 dənə belə kvadratlı mən sərgiyə çəkdim. Bunun birinci rəhlidir. Deyirlər ki, bu kvadratın hansı hissəsi rəhlidir? Biz nə edirdik? Burada neçə kvadrat var? 4. Maksimum hal 4-dür. Çünki 4 dənə kvadrat var. Dediyim kimi aşağı maksimum hal yazırıq. Aşağı 4. Hansı hissəsi rəhlidir? Bizə nə kvadrat rəhlidir? Və salam. Məsələn, burada bizə verilsəydi bir dənə düz bucaqlı. Yenə deyilsəydi ki, kvadratın hansı belə hissəsi rəhlidir. Biz yenə də burada 4-də 1 yazardıq. Məsələn, burada o saat saniyə məsələsidir. Burada məndən düzbucaqlı soruşmur.
Nə olsun ki, kvadratın özü bir düz bucaqlıdır. Burada bizdən saat deyil. Yəni saniyə olmaz. 24 saatın özü saniyə vuranda saniyəsini tapmaq üçün 60-a vurmaq lazımdır. Heç bu bizə dərinləməsindən düşməz. Əsas fizikada olur belə şeylər. Sadəcə onu deyirəm ki, saat varsa saat olmalıdır. Yəni burada məsələn kvadrat soruşursa, siz burada durub düzüb oxşuyurlar deyə düz bucaqlını yazamazsınız. Mütləq kvadratın özünə məxsus bir şey olmalıdır. Və salam, 8-də də olacağımız A variantı, 9 onun kimidir. 8 saat sutkanın hansı hissəsini təşkil edir? Sutka maksimum 24 saatdır. 8 yazırsınız yuxarı, ixtisar gedəndə qalır 3də 1 hissəsini. Yəni 9 sualda doğru cavab olur A variantı. 10 suala baxaq. 72 ədədinin 8də 5 hissəsini tapın. Burada qaydamız var. Əgər bir ədədin hansı hissəsini tapmaq lazımdırsa, onları vurun getsin. Yəni 72 ədədinin 8də 5 hissəsini tapmaq istəyirsinizsə, vurun getsin. Yəni 72 vurun 8də 5-ə. Və salam. 8-lə 72 gedir. Qalır burada 9. 9 dəfə də 5, 45. Qutardı getdi. 10 sualın cavabı olur D variantı. 11 də onun kimidir. 42 ədədinin 7-6 hissəsini tapmaq üçün onları bir-birinə vurmaq lazımdır. Cavabımız olur 36. Yəni 11-in cavabı olur D variantı. Keçək 12-ci suala. Deyək ki, turist bütün yolun 5-də hissəsini getdi, yolun hansı hissəsi gedilməmiş qaldı. Ümumiyyətlə, bu misalların prinsipi odur ki, yol falan həmişə 1 olur. Tam 1. Məsələn, faiz məsələlərində hər şey 100%-dirsə, maksimum yoldakı 1-dir. Bu yazda saxlayın. Yolun deyir 5-də hissəsini getdi, nə qədər qaldı? Yol maksimum 1-dir də, yəni bu 5-dəki də getsəydi, cəm 1 olurdu. Yoldan, yəni 1 tamdan 5-də hissəsini gedib bax artıq, çıxırıq 5-də hissəsini. Bərabər alırıq 5-dəki. Yəni bu artıq 1 tam yolun 5-də 3-ünü getdisə, 5-dəkisi qaldı, hələ getmədi. Bizim də həmin o gedilməyən yeri soruşur. Cavab olur 5-dəki. Bu bir şeyə oxşuyur. Yəni məsələn 40 metrlik yoldur. Bunun deyir 10 metrini getdi. Nə qədər getməmiş qaldı? 40-dan çıxırsınız 10-u. Qalır 30. Bu da onun kimi. Yol təsəvvür edin ki, maksimum 1-dir hissə olaraq. Bunun 5-də 3-ünü çıxırsınız, qalır 5-də 2. Buna niyə 1 deyirlər? Onu da göstərim. 1 nə deməkdir ümumiyyətlə? A-da A kəsir deməkdir. Məsələn, onda 10 kəsiri 1-dir. Yəni, bu da deməkdir ki, məsələn, bayaq göstərdiyimiz 40 metr məsafədə. Bu 40 metr məsafənin mənası odur ki, bu adam A nöqtəsindən B nöqtəsinə 40 metr gedirsə, bu artıq 40-da 40 metr yol gedir. Yəni, 40 metr yolun 40-ını da gedir, yəni yol olur 1. Bu buradan çıxır. Ona görə hər yerə 1 verirsiniz. Lap 40 olmasın, 60 olsun. Bu adam A-dan çıxıb B-yə gəlinə kimi bu yolu gedirdi. Ona görə də 60 metr yol getməlidir. Yəni bu artıq 60-da yol maksimum 60-da aşağı 60 yazırıq. 60-da 60-ı gedir. Yəni 1 metr yol gedir. Yol ümumiyyətlə gedilməsi gərəkən, bu olması gərəkəndir, 1-dir. Bunu da 5-də 3 hissəsini getdisə, 5-dəki hissəsi qaldı deməkdir. Ona görə də onu kəsrə çevirib 1 yazırıq. Yəni burada çətin heç bir şey yoxdur. Real olaraq hesablanmış şeylərdir. 13-cü sual onun kimidir. Turist bütün yolun, yol 1-dir, səbəbini 12-ci sualda dedim. Bunun 7-də 4-ünü getdirsə, nə qədər qaldı? 7-də 3 hissəsi və salam. Bizdən də gedilməmiş yolu, yəni 7-də 3 hissəsini soruşurdu. 13-cü sualda olur cavabımız A variantı. Keçirik 14-cü suala. Sinifdəki 32 şagirddən 4-də 3-ü riyaziyyat dərnəyinə gedir. Yenə, ədədin hissəsini tapırıqsa, vurmalıyıq, vurun getsin. 32 vurursunuz 4-də 3-ə. Cavabımız olur 24. Yəni, bu 32 şagirddən o deməkdir ki, 4-də hissəsi riyaziyyat dərnəyinə gedir. Bunu da tapdıq əlili qiymətcə 32 şagirdin 24 nəfəri riyaziyyat dərnəyinə gedir. Neçə şagird riyaziyyat dərnəyinə gedir? 24 şagird. Desək ki, neçə şagird getmir? 32 şagirddən çıxmalıdır 24. İndi burada onu deməz, çünki tam dəqiq verilməyib. Məsələn, elə şagirdlər ola bilər ki, həm riyaziyyata getsin, həm də başqa bir dərnəyə getsin. Onda Venn diaqramı falan qurmaq lazımdır. Ona görə burada onu deyə bilməz. İndi 15-ci sualda bizə deyilir ki, budağa 12 quş qonmuşdur. Onlardan 3-də 2 hissəsi uçub getdi. Neçə quş uçub getdi? Yenə də 12-nin 3-də 2 hissəsini tapmalısınız. Cavab edir 8. Bu qədər sadə. Keçək 16-cı suala. Deyək ki, 220 bölək 16 kəsirinin düzgün olmayan kəsirin tam hissəsini tapın. Bu bayaq elədiyimizdəndir. Prosta izah edək bu səfər tam ətraflı. Bunu istəsəz əvvəlcə ixtisar edə bildiyiniz qədər ixtisar edin. Mən məsələn burada görürəm ki, bunu 4-ə ixtisar etmək olar. Hər tərəfi, yəni sürətlə məxrəcə 4-ə ixtisar edək, yəni 4-ə bölək. Eləyir nə qədər? 55. Aha. İndi bizə lazımdır ki, 55 bölək 4-ü tam hissəsini tapaq. Yəni bu düzgün olmayan kəsiri
qeyd edeyim. Düzgün olmayan kəsri qarşıq kəsrə çevirməyin qaydasıdır. Yəni bunu nətər edirik? Əvvəlcə bu kəsr nə deməkdir? Bölmə işarəsi deməkdir. Zaten 55 bölək 4 deməkdir bunun mənası. Gəlin bölək. 55-i 4-ə bölürsünüz əvvəlcə normal qaydada. Yazırsınız 1, buradan çıxdı 5, buradan qaldı, düz istəyirəm 4, buradan qaldı 15. 15-in içində 4 3 dəfədir. Buradan eləyir 12, çıxdınız qalıq 3. Yəni hamımız bilirik ki, 55 ədədini 4-ə böləndə cavab düşür 13, qalıq da qalır 3. Bu cavab nədirsə, tam odur. Yəni 10-cu gördünüz, cavabı yazın 13. Amma gəlin biz bunu qarşıq kəsrə çevirək. Birdən gələcəkdə qabağımıza çıxar. Qarşıq kəsrə çevirmək üçün yadınızda saxlayın. Bu aldığınız qismət sizin tamınızdır, bayaq qeyd etdiyim kimi. Nəyə böldünüzsə, bu zaten məxrəcədir, bölmə deməkdə. Məxrəcin mənası nədir? Bölən. Nəyə böldünüzsə bu yazılır məxrəcə. Alınan qalıq isə sürətdə qalır. Alınan qalıq sürət. Bax bunu əsas edirsiniz, neyisi yazılı saxlayın. Həmişə aldığınız cavabda tam aldığınız cavabdır. Məxrəc böldüyünüz ədəddir. Qalıqdakı sürətdir. Yerbəyer eləyirsiniz, yazırsınız. Yerbəyer eləyərək danışa bilmədim. Tamı yazırsınız 13 tam. Kəsri xəttə çəkirsiniz. Məxrəcə 4, sürətə də 3. Yəni bunun qiyməti 13 tam 4'də 3 deməkiymiş. Tamımızdakı 13 tam 4'də 3. Ümumiyyətlə bu belə 13 tam 4'də 3 oxunur. Ağzımıza dedik ki 13 tam. Ona görə də cavabımız olur 16-cı sualda Y variantı. O 7-ci sualda onun kimidir. Yenə də buradakı qaydalardan istifadə eləyərək yenə dərinləməsini hesablayaq. 154'ü bölməliyik 11'ə. 1, 11, qalır burada 4, 44, cavab olur 4. Cavabla belə burada qalıq falan qalmır. Nə alırsınızsa cavab odur, tamdır. Aldığınız cavab tamınızdır, yəni cavabımız burada olur 14. Keçirik 18-ci sualımıza. 18-də bizə deyilir ki, 81 ədədinin 9'da 5 hissəsini tapın, yenə də vurmalıyıq. 81'i vurmalıyıq 9'da 5'ə. Vururuq 9, cavab verir 45. Yəni 18-ci sualın cavabı olur Y variantı. 19 da bunun kimidir. 48 ədədini 8'də 7'yə vurmalıyıq. Cavabımız olur 42. Yəni B variantı olur. 20-ci suala baxaq. 20-də bizə deyilir ki, A hərfi Qarabağ sözündəki hərflərin sayının hansı hissəsini təşkil edir? Bu, bayaq qeyd etdiyimiz kvadratın rənglənmiş hissəsi və yaxud da 8 saat tutqanın hansı hissəsini təşkil edir? Bu, o məsələlərdəndir. Aşağı yazırıq maksimum olanı, hər şeyin maksimumu. Yuxarıda da soruşulanı. Soruşulanı. Maksimum olan nədir? Hərflərin sayı 1, 2, 3, 4, 5, 6, 7. Ümumiyyətlə, bunu yadınızda saxlayın, bu kömək ola bilər. Maksimum aşağı yazırdıq. Neçə demişdik? 7. 7 dənə hərfdən neçəsi A hərfidir, bizdən A hərfini soruşur. 1, 2, 3 dənəsi. Cavabımız olur 7'də 3. Yəni 20-ci sualın cavabı olur 7'də 3, yəni D variantı. 21-ci suala baxaq. Bizə deyilir ki, 0,2 övrdə 6. Üstə gələk 5'də 1. İndi burada biz bilməliyik nəyi? Dövri kəsri adi kəsrə çevirmək. Çevirməyin qaydası. Baxın, ümumiyyətlə dövri kəsri nə deməkdir, onu deyim. Biz ümumiyyətlə bir kəsri tapmaq üçün, yəni kəsri yazırıq, məsəl üçün 5'də 1 şəklində. Bunu tapmaq üçün, orada kəsri xəttinin mənası odur ki, sürət məxrəcə bölünür. Biz bu prosesi eləyən zaman görürük ki, sürəti məxrəcə bölən zaman alınan cavabda təkrarlanmalar gedir. Məsələn, götürük məsələn 1 bölü 3 kəsirini. 1 bölü 3 kəsirini. Bunu bölsək, 1'i 3'ə bölsək, yəni normal qaydada, buna bir dənə 0 atırıq, aşağı keçir bir dənə 0 tam. Yazırıq bura 3. Düzdür. 3, 9 çıxdı. Yenə 3, yenə 9, yenə 1, yəni bir dənə də 0 atdıq. 3, 3, 3. Bu belə gedəcək sonsuzluğa kimi. Ona görə də biz buna artıq bu qədər şey yazmamağın dərdindən deyək ki, 0 tam. Dövrdə 3.
Vəssalam. Yəni burada sadəcə bu vergül işarəsini qoyub mövzuyu bağlayırıq ki, yəni artıq bilirik ki, bu üç çoxludur. Sadəcə biz burada yazılışa qənaət etmək üçün bunu mötəriz içində yazırıq. Əgər bu dövr vergüldən dərhal sonra başlayarsa, bu arada onu da deyim, saf dövr onluq kəsirdir. Yox, vergüldən sonra məsələn 0,2 dövrdə 3 ya da bunun kimi. Olmuş qarışıq dövr onluq kəsir olur. Bunun tam da bizim məsələmizə aidiyyəti yoxdur, sadəcə olaraq məlumat olmaq lazımdır. İndi bizim məsələmiz odur ki, bu kəsri buna çevirməliyik ki, bunu bilək. Yəni biz 0,2 dövrdə 6 kəsirini dövrü olmayana çevirməliyik. Yəni adi kəsrə çevirməliyik. Biz bu zaman nə etməliyik? Qayda olaraq yadımızda saxlamalıyıq ki, aşağı, yəni məxrəcə başlayırıq. Bu dövrün içində neçə ədəd varsa, onun sayı qədər 9 yazmağa ilk öncə. Bunu qayda kimi yazaq. Məxrəcə dövrün içindəki ədədin sayı qədər 9 yazırıq. Burada bir dənə 6 var deyə bir dənə 9 yazırıq. Məsələn, burada 67 olsaydı 2 dənə 9 yazardıq. Yəni sadəcə saya baxırsınız. 9 yazdıq. Dövrlə söhbətimizi bitirəndən sonra dövrə qədərki ədədlərin sayı qədər, yəni vergüldən sonra və bu dövrün qabağındakı ədədlərin sayı qədər, hansı ki söhbət bu hissədən gedir. Vergüldən sonra və dövrün başladığı ədədin sayının arasındakı qədər. Burada neçə ədəd varsa, onların sayı qədər. Həmin o 9-un yanına 0 yazırsınız. Burada bir dənə 2 var deyə 0 yazdıq. Bununla da bizim məxrəclə işimiz qurtarır. Keçirik sürətə. Sürətə yazarkən asan bir şeydir. Vergüldən sonra nə görürsünüzsə, 26 görürük də. Burada heç dövrə falan baxmayın, 26 görürük. Yazırsınız onu yuxarı. Bunu da çıxırsınız. Yenə də dövrə qədərki ədəddə nə varsa o. Yəni buranı silirsiniz, buranı silirsiniz, vergüldən sonra baxırsınız da. Bu 2-ni çıxırsınız. Vəssalam. Qurtardı getdi. Bu artıq adi onluq kəsrə çevrildi. Yazırsınız bunu adi qayda 90-da 24. Aparırsınız bunun ixtisar gedirsə ixtisar 3-ə gedir. Hətta 6-ya gedir. 15-də 4. Bunun cavabı 15-də 4-dür. Aparıb yazırsınız yerinə. Bunun cavabı nə imiş? 15-də 4 imiş də. Yazırıq bunun yerinə. 15-də 4. 15-də 4 ilə biz bu 5-də 1 toplamalıyıq. Ona görə ortaq məxrəcə gətirməliyik. Bu da 15-də 3-dür. Hesablayanlar cavabımız olur 15-də 7. Yəni 21-ci sualın cavabı olur Y variantı. Ümid edirəm ki, başa sala bildim. Yenə də bu qaydanın ümumiyyətlə axıra çıxaq, yarımçıq qaldı bu. Sürətdə belə oldu. Yəni bunu tam başa düşməyənlər üçün bir dənə də misal üstündə göstərək. Məsələn 0 tam olsun. Nə qədər? 0 tam olmasın. Məsələn 1,2 dövrdə 6 yazsaq. Yazmalıyıq. Tam qalır yerində. Kəsr xətti çəkirsiniz. Dövrə qədərki ədədlərin sayı qədər 9. Bir dənə var, bir dənə yazdım. Dövrə qədərki ədədlərin sayı qədər 0. Bir dənə 2 var, yazdım 0. Yuxarıda dövrdən sonra, yəni vergüldən sonra nə görürəmsə 26 görürəm. Çıxırıq, dövrə qədərki ədəd nədirsə onu 2-yə çıxırsınız. Yəni 1,90-da 24. Bunu da ixtisara apara bilərsiniz. Yəni də 6-ya 1,15-də 3 15-də 4 olar. Aha, aydın oldusa, keçək 22-ci sualımızın izahına. 22-də bizə deyilir ki, 3,24-də 7 bölək, -6-da 5, üstə gələk 8-də 7. İndi, ümumiyyətlə bu bölmə əməli gördünüzsə, bunu mütləq düzgün olmayana çevirin. Biz düzgün olmayanı qarşığa çevirmək üçün sürəti məxrəcə bölürdük. İndi burada tam tərsinə. Düzgün olmayan kəsri, daha doğrusu qarşıq kəsri düzgün olmayan çevirmək üçün məxrəc özü kimi qalır. Yuxarı nə yazırsınız? Məxrəci sürətə vurursunuz, 24 vuraq 3, üstə də gəlirsiniz 7. Qurtardı, getdi. Bu bir qaydadır. Yəni, bu qaydası belədir. Bunu da hesablasaq, cavabımız eləyir 79. 24-də 79 bölək. Bu 8-də 7 ilə 6-da 5-in yerini dəysəm, heç bir problem olmaz. Yəni, 8-də 7 çıxaq, 6-da 5 olar. Daha sadə görsənir bu mənim gözümə, nəinki bayaq ki. Yəni də qalır belə. 24-də 79 bölək. Bunu ortaq məxrəcə keçirsəniz, 8-dən 6-ya 24 keçər. 24-də 8-ə bölsəz 3 yazıram. 24-də 6-ya bölsəz, burası da 4. Belə yazmaq daha rahatdır. 3 dəfə 7, 21 çıxaq. 5 dəfə də 4, 20. Bunun qiyməti eləyir nə qədər? 24-də 79 bölək. 24-də 1 deməkdir. Əgər bir kəsə digərinə bölürsünüzsə, bölünən özü kimi qalır. Bölən isə tərsinə çevrilir və vurma işarəsinə çevrilir bu işarə.
24. 24'lərlə gedəndə qalır burada cavabımız 79. Yəni 22-ci sualın cavabı olur A variantı. Keçirək 23-cü sualımıza. 22 həll olundu. 23-ə keçsək. Yenə də eyni tipdə misaldır. 2 tam 16'da 5 bölək. Bunların içərisində yerini dəyişsəm heç bir fərqi olmaz. 16'da 7 çıxaq 8, 3 olur. Yəni də bunu düzgün olmayanına çevirsəz bu qayda ilə olar 16'da 37. Bölərik. Bunu ortaq məxrəc eləsəz 16'da 7 çıxaq 6. Olar. Bu demək ki 16'da 1. Bölək 16'da 1. Bölünən özü kimi qalır. Və vurma şərsinə çevrilərək bölən tərsinə çevrilir. 16. 16'larda gedəndə qalır burada 37. Yəni Y variantı olur. 23-cü sualın cavabı. Keçelim 4-cü suala. Taxıl üyüdülükdə kütləsinin 5 hissəsi qədər un alınır. 480 kiloqram un almaq üçün nə qədər taxıl üyütmək lazımdır? Baxın, qarışdırmayaq bunu. Bizə deyilir ki, taxılı soruşur da bizdən. Taxıla veririk X. Əvvəlcə biz anlamalıyıq ki, X-ə vermək asan deyə nəyə veririk? Taxıla veririk. Yəni, bizim aldığımız X bizə taxılın qiymətini verəcək. Yəni, bizə nəyi soruşursa, ona X verirsiniz. Bizə deyir ki, taxıl üyüdülükdə 5'də 3 hissəsi qədər un alınır. Yəni, əgər mən X qədər taxılı üyütsəm, 5'də 3 X qədər un alaram. Və mənə dedi ki, 480 kiloqram un almaq üçün. Yəni, bu 5'də 3 X bərabər olmalıdır 480. Yenə deyirəm. Bu X-i üydəndə biz əgər 5'də 3 X qədər un alırıqsa, bu da bizə nə deyir? 480 kiloqram un almaq üçün nə qədər taxıl? X qədər taxıl. Tərsinə çevirək şərti. Bu belə olur. X qədər taxılı üyütsəm, 480 kiloqram un alınır. Və biz də taxılı üydəndə 5'də 3 X qədər un alırdıq axı. Ona görə də 5'də 3 X bərabər olmalı 480-ə. Buradan anarı hesablamaq lazımdır. X da buradan alınır. 160 vuraq 5, yəni 800. 24-cü də sualın cavabı olur. Y variantı. 25-ci suala baxaq. 25-ci sualda bizə deyir ki, yuxarıda 2 çıxaq 1,6 bölü 2. Ümumiyyətlə, birinci həmişə vurmanı, sonra bölməni, sonra varsa toplamanı, sonra varsa çıxmanı həll etməlisiniz. Sürəti məxrəci ayrı-ayrı həll edək. Baxın. Belə göstərsəm. Əvvəlcə burada çıxma var və bölmə var. Əvvəlcə bölməni həll eləmək lazımdır. 1,6 2-yə bölən cavab olur 0,8. Sonra çıxmanı. 2-dən də 0,8 çıxanda yuxarı cavabımız qalır 1,2. Keçək aşağıya. Bölmədir. Aşağıdan həll eləyək. Düzgün olmayana çevirmək lazımdır. Ümumiyyətlə, kəsirləri bölərkən diqqət eləyin ki, ya düzgün kəsir olsun, ya düzgün olmayan. Qarışıq kəsir olmasın. 1,5'də 4. Az öncə dediyim qaydaya əsasən 5'də 9 deməkdir. Bunu bölmək lazım imiş. 2,4'də 1, yəni 4'də 9'a. Bunu birbaşa yazaq ki, vuraq olur və bunun tərsi. Az öncə dediyimiz qaydalara əsasən. Bu 1,2 bölək 0,8 deməkdir. Vergülləri aparsaq, cavabımız olur 12 bölək 8. 4'ə də getsə 2 qalır, 3 qalır burada. Cavabımız olur 1,5. Yəni 25-ci sualın cavabı olur A variantı. 26-cı sualda belədir. 26-cı sualda bizə deyilir ki, 2,2'də 1 nə deməkdir? 2,5 deməkdir, düzgün olmayana çevirsəz. Daha doğrusu tama çevirsəz, onluq kəsirə. 2'də 1 0,5 deməkdir çünki. Bu da 2 üstə görə 0,5'dir. Və burada işarəyə diqqət edin. Çıxaq və çıxaq. Əgər çıxaqlar yan yanadırsa, bu artıq topla deməkdir. Topla 0,5. Yazdıq bunda. Aşağı keçsək. Aşağıda da bizə deyilir ki, bunda 8 etsək. 3 üstə görə 3 bölək 3. Yenə də əvvəlcə varsa vurma, yoxdursa bölmə. Baxın, bölmə var. Bölməni həmişə vurma ilə bölmə toplamadan qabaq həll olunur. 3'ü 3'ə böldünüz, qaldı burada 1. Sonra toplama nə demək olar? 3-ünə 1 toplasaq, qalar burada 4. Yuxarıda qaldı. 2,5 ilə 0,5 toplasaq 3. Aşağıda 4. Cavab olur 4'də 3. Yəni 26-cı sualda doğru cavabı olur A variantı. 27-ci sualda bunun kimidir. 27-də ümumiyyətlə mənə kəsrlə işləmək daha asandır. Nəinki onluq kəsir. Prosta çox adama işləmək onluq kəsirlə daha asan olduğu üçün mən də onluq kəsirlə işləyirəm hazırda. Bu 4,4'dür. Yəni hər tərəfi 25'ə vursanız, bu da nə deməkdir? 4,75 deməkdir. 4,75. Çıxırsınız buradan 3,75'i. Bölürsünüz. Yenə də bunu vurmaq lazım. Gəlin də burada yerindəcə həll edib bura hazır yazaq. Nə deməkdir bu? 3'də 22 bölək
9-da 11. Bu deməkdir ki, 3-də 22 vuraq 11-ə 9. Az öncə dediyim qaydalara əsasən. Bura 2-dir, bura 3-dür. 2 dəfə 3 eləyir 6. Aşağı yazdıq 6 və burada bir dənə vuraq 6 işarəsi var. Bu 6-lar getsə, cavabımız qalar 4,175 çıxaq 3,175, yəni cavabımız olar 1. 27-ci sualın cavabı olur B variantı. Keçelim 8-ci sualımıza. 28. Bizə deyilir ki, 4,2-də 1 vuraq 9-a 8. Bizdə gələk bunlar. Baxın, ümumiyyətlə yenə də ifadədə əvvəlcə vurma varsa vurma, sonra bölmə, sonra toplama, sonra çıxma. Baxın, vurmada var. Əvvəlcə vurmanı həll etməliyik biz burada. Böyüdək bunu. Vurmanı həll etmək üçün gəlin burada həll edək. 4,2-də 1-i vurmalıyıq 9-a 8-ə. Vurmaq üçün, bölmək üçün kəsrə düzgün olmayan gətirmək lazımdır, dəfələrlə dedim. Bu 2-də 9 deməkdir. Vuraq 9-a 8. 9-lar getsə, 2 ilə də 8 getsə, cavab burada qalar 4. Yəni bunun qiyməti bərabərdir 4-ə. İndi isə bu bölməyə keçək. Nəyi bölməliyik? 5,3-də 1-i bölməliyik 10,3-də 2-yə. Yəni düzgün olmayan çevirsək, 3-də 16-yı bölməliyik 3-də 32-yə. Bu nə deməkdir? 3-də 16-yı vurmalıyıq 32-də 3-ə. 3-lər getsə, 16-dan 32 getsə, cavabımız alınır 2-də 1. Bunun da qiyməti bərabərdir 2-də 1, yəni nəyə? 0,5-ə bərabərdir. Bura 0,5 yazaq. Burada toplama işarəsi var. Artıq toplama ilə həll etsək, 4 plus 0,5 cavabımız alınır 4,5, yəni 28-ci sualın cavabı da olur A variantı. Keçək 29-cu suala. Bunun rəngini dəyişsək yaxşı olar. Eyni rəng bezdik. 29-a baxaq. Deməli, əvvəlcə bölmə varsa bölmə. Baxın, burada gəlin artıq bura köçürək bu misalı. 40 bölək 25. Üstə gələk 1,8 bölək 3,6. Bölək 1 çıxaq 4-də 3. Baxın, yuxarıda. Əvvəlcə bölmələri həll edək. Bu 40 bölək 25 nədir? 40 bölək 25-i hesablamaq üçün yazmalıyıq bunu kəsir şəklində 40 bölək 25. Bu bölmə işarəsi kəsir deməkdir. Bunları 5 yaparsak, burada qalar 8, burada qalar 5. Yəni 5-də 8 deməkdir. Bu da 1,5-də 3 deməkdir. Az öncə dediyim qaydaya əsasən. Yəni 1,6 deməkdir. Baxın, bunun qiyməti olur 1,6. Toplasaq, indi isə bunun cavabını bilməliyik. Yəni 1,8 bölək 3,6-nı hesablamaq üçün. Yəni də 1,8 bölək 3,6 yazsaq. Bunu da hesablamaq üçün vergüllər gedir. 18 bölək 36 yazırsınız. 6-ya da aparsaq, aşağı 6, yuxarı 3. Hətta promo 18-ə aparmaq olar. Alınar 2-də 1. Yəni 0,5. Aşağı isə 1 çıxaq 4-də 3, yəni qalır 4-də 1. O da deməkdir ki, 0,25. İndi biz bunu hesablasaq. Qalır yuxarıda 1,6 üstə gələk 0,5, yəni 2,1. Aşağıda da 4-də 1 var. Bu deməkdir ki, 2,1 vuraq 4. Çünki yuxarı keçəndə bu elə bil ki, 2,1 bölək 4-də 1-dir. Yəni 2,1 vuraq 4. O deyir, cavabımız 8,4, yəni A variantı olur. 29-cu sualda da cavab. Keçək 30-cu suala. 30-da bizə deyilir ki, 0,2 dövrdə 14 kəsirini adi kəsirə çevirin. Az öncə izah etdiyim qaydadır əslində. Eyni. Qayda nə demişdik? Aşağı yazırıq. Dövrün içindəki ədədlərin sayı qədər. Burada 1, 2, 2 dənə ədəd var. 9. Dövrə qədərki ədədlərin sayı qədər 0. Və dövrdən sonra nə görürsünüzsə 214. Yazırsınız bunu sürətə, çıxırsınız dövrə qədərki ədəd nədirsə o 2-nə. Və salam. 990-da 212. Bunu nəyə ixtisar aparmaq olar? 491. 2-yə aparmaq olar da 490. 445-də 106. Yəni cavabımız olur 30-cu sualda D variantı. Keçək 31-ci sual. 31 də bunun kimidir. 0,1 dövrdə 26. Bunu biz hesablamaq üçün aşağı yazırıq. Dövrün içindəki ədədlərin sayı qədər, yəni dövr eləyən ədədlərin sayı qədər 9.
1, 2-dən 9. Dövrə qədərki ədədlərin sayı qədər 0. Yuxarısı yazırıq ki, dövrdən, yəni vergüldən sonra nə görürüksə, onu 126. Çıxırıq dövrə qədərki ədəd nədirsə, onu 1-ə. Cavabımız eləyir 125 bölü 990. Bunu biz cavabımız eləyir 125 bölü 990. Biz bunu 5 ixtisara apara bilərik. Yəni 25 qalar yuxarıda, aşağıda da 149 98. 198-ə 25 olur. Yəni 31-ci sualda cavab olur D variantı. 32-ci suala baxaq. Deyir ki, A bərabərdir 2 tam dövrdə 41. B bərabərdir 2 tam %41. Bunları müqayisə edin. Bunları müqayisə etmək üçün çox rahatdır. Baxın. A-nı yazırsınız 2 tam. 41 nədir? Dövr eləmək. Yəni 41, 41, 41 sonsuza kimi. 2,41 sonra 41, 41 belə gedir. B nədir bəs? 2,41 amma bundan sonra çoxluq 0. Bunun mənası odur. İndi müqayisə eləyə gələk. Baxın. 2 tam 4, 1. Ondan sonra baxırıq hansı böyükdür. Baxın, eyniləri gəlirsiniz. Tamlar eyni, 4 eyni, 1 eyni. Əsl məsələ buradan sonra başlayır. A-da 4-lü gəlir, B-də 0 gəlir. Ona görə də A böyük olur B-dən. Bu qədər sadə. 32-ci sualda cavab olur Y variantı. 33-cü suala baxaq. A bərabərdir 8 tam 74 dövr edir. 74, 74, 74 falan belə yazırsınız. B bərabərdir 8 tam %74, amma axırında çoxlu 0. Ümumiyyətlə, bu tam, məsələn, 2 tam 17 isə bunun əslində çoxluğunda arxasında sonsuz sayda 0 var. Sadəcə biz bunu yazmırıq. Ehtiyac yoxdur yazmağa. Məsələn, biz bunu müqayisə edəndə, yəni tamlar eyni, 7-lər eyni, 4-lər eyni. Burada baxırıq ki, burada artıq A 7-dir, B 0-dır. Ona görə A B-dən böyükdür. Yəni 33-cü sualda cavab olur A variantı. 34-cü suala baxaq. Deyir ki, kəsirlərin hansı sonlu kəsir şəklində göstərilə bilməz. Ümumiyyətlə, yadınızda saxlayın ki, əgər bir kəsirin məxrəci yalnız, baxın, kəsirin məxrəci yalnız 2 və 5-lərdən ibarətdirsə, bu kəsir sonlu, onluq kəsir şəklində göstərilə bilər. Yəni, bu nə deməkdir? Biraz sərkəsiz yazdım, eybi yoxdur. Məsələn, bu 20 nə deməkdir? 2-nin kvadratı vuraq 5 deməkdir. Baxın, 2-lərdən və 5-lərdən ibarətdir. Yəni, bu sonlu kəsir şəklində göstərilə bilər. Bu da həmçinin 2 üstü 5 deməkdir, göstərilə bilər. Bu 2-nin kubu vuraq 5 deməkdir, göstərilə bilər. Bu da 5-in kvadratı göstərilə bilər. Amma bu 16 bölü 35-in məxrəci 35-dir. 35 nə deməkdir? 7 vuraq 5 deməkdir. Artıq burada 2 və 5-lərdən başqa 7 də var. Buna görə də burada artıq sonlu kəsir şəklində göstərilə bilməz. Çünki sadəcə 2 və 5-lərdən ibarət olmalıydı. Cavabımız olur 35-dən 6. 35-ci suala keçək. Bu da onun kimi. Sonlu kəsir şəklində göstərilə bilər. Yalnız məxrəcində 2 və 5-lərdən ibarət olsun. Cavab olur. Məxrəci 125 olan, çünki sadəcə 5-in kubu deməkdir, yalnız 5-lərdən ibarətdir. Keçək 36-cı sualımıza. Ümumiyyətlə, artma sırasında göstərin deyir. A bərabərdir. 36-cı suala keçək. A bərabərdir 10-da 17. B bərabərdir 34-də 3. C də bərabərdir 17-də 3. Baxın, bu kəsirləri ümumiyyətlə ortaq məxrəcdən də göstərmək olar, ortaq sürətdən də göstərmək olar və yaxud da ikisini müqayisə edib sonra o ikisindən aldığınız bir şeyi digərindən müqayisə etmək olar. Mən istəyirəm ki, ortaq sürət gətirək bu səfər. Məxrəcə gətirmək biraz istoriyadır. Əslində gətirmək olar 340-a. Sadəcə gəlin bu səfər fərqli olsun, ortaq sürətə gətirək. İndi hər birinə 7 və 3-dür hər birinin sürəti. Ona görə hər birinin sürətində 21 vermək olar. Bu olsun 21. O zaman bu nə deməkdir? 3 dəfə çoxdursa 30 da 21 deməkdir. Bu nədir? 21-dirsə 34-dən 7 dəfə çox. Yəni, bura olur 8. 238 olur.
Bu nə olmalıdır? 21-dirsə, yenə 7-dən 7 dəfə çoxdur. 119 deməkdir. Vəssalam. Biz əgər kəsrin sürətləri eynidirsə, bunları müqayisə etmək üçün məxrəci kiçik olan böyük, məxrəci böyük olan kiçikdir. Ortaq məxrəcli kəsrlər, yəni məxrəcləri eyni olan kəsrləri müqayisə etmək üçün biz deyirdik ki, əgər məxrəc eynidirsə, sürəti böyük olan böyükdür, məxrəci kiçik olan kiçikdir. Amma əgər sürətlər eynidirsə, məxrəci kiçik olan böyük, böyük olan isə kiçikdir. İndi burada bizim sürətlərimiz eyni olduğu üçün məxrəci kiçik olan böyükdür. Yəni məxrəci 30 ən kiçikdir. A burada hamısından böyükdür. Burada C ortadadır. Məxrəci ən böyük olan isə ən kiçikləridir. Yəni artma sırası ilə deyirsə ən kiçiyi B-dir, sonra C-dir, sonra da A-dır. Cavabımız olur B, C, A, yəni 36-cı sualda doğru cavab olur B variantı. Daha sonra 37-ci suala baxaq. Yenə də hər birini nəyə gətirmək olar? A-mız 22-də 13-dür. B-miz 55-də 13-dür. C-miz isə 10-da 3-dür. Yenə də eyni yolla gəlin işimizi konkret görək. Ortaq sürətə gətirək. Baxın, hər biri 13 və 3-dür. Ona görə ortaq sürət 39 vermək olar. Əgər buranın sürəti 39 olarsa, buradan 3 dəfə çox, olmalıdır buranın məxrəci 66. Buranın sürəti 39 olarsa, buradan 3 dəfə çox, 165. Buranın sürəti 39 olarsa, yenə də 13 dəfə çox, 130 olmalıdır. İndi sürətlərimiz eynidirsə, məxrəci böyük olan kiçik, məxrəci kiçik olan böyükdür. Azalma sırası ilə göstərin. Bunların ən kiçiyi məxrəci ən böyük olandır. Bunların ən böyük isə məxrəci ən kiçik olandır. Məxrəci ən kiçik olan A-dır. O zaman A-nın özü ən böyükdür. Sonra ortada qalan asıdır C. Məxrəci ən böyük olan isə ən kiçikdir. Bizdən də azalma sırasını soruşurdu zaten. A, C, B, yəni 37-ci sualda doğru cavab olur C variantı. Keçək 38-ci suala. 38-də bizə deyilir ki, A-nın hansı natural qiymətində 3 bölü A plus 1 kəsiri düzgün olmayan kəsirdir. Yəni, sürət məxrəcdən böyük bərabərdir. Bu deməkdir ki, A kiçikdir bərabərdir 2. Bu ola bilər ki, natural qiymət soruşur. 1 və 2. Yəni, 38-ci sualın doğru cavabı olur D variantı. 39-cu suala keçək. 3 tam 2-də 1 vuraq, 1 tam 3-də 1 vuraq, 4 tam 7-də 5. Gəlin bunları düzgün olmayana çevirək. Yəni 2-də 7 vuraq, 3-də 4 vuraq, 7-də 33. Bunları vurub açaq. 7-lər gedər, 3-lər gedər, qalar burada 11. 2 ilə 4 keçsə qalar burada 2. 2 dəfə də 11, 22. Yəni 39-cu sualın doğru cavabı olur C variantı. 40-a baxaq. 40-da bizə deyilir ki, bu ədədlərin ən kiçiyini göstərin. Ortaq məxrəcə gətirək uşaqlar hər birini. Bu olur 2-də 1 nədir? 2-də 1 nədir? 8-də 4. Sonra 4-də 1 nədir? 8-də 2. Hər birini 2-yə vurduq sürətdə məxrəcdə. 4-də 3 nədir? 8-də 6. 8-də 3 var öz-özünə, sonra da 8-də 5 var. Bizə deyilir ki, ən kiçik yazsın, məxrəclər eynidirsə sürəti kiçik olan kiçiyidir. Yəni cavabımız olur 4-də 1. Yəni olur A variantı. Keçək 41-ci suala. Deməli, ən böyüyünü göstərin. 8-ə gətirsək 4-də 1, 8-də 2 deməkdir. 4-də 3 də 8-də 6 deməkdir. Ən böyüyünü göstərin, cavabımız olur 8-də 6. Yəni 8-də 6 4-də 3-dür. 41-ci sualın doğru cavabı olur D variantı. 42-ci sualda bizə deyilir ki, 3n çıxaq 5 bölək 7 kəsirin düzgün kəsir olması üçün. Yəni, sürət məxrəcdən kiçik olmalıdır. 3n çıxaq 5 kiçik olmalıdır 7-dən. 3n kiçik olmalıdır 5 o tərəfə keçsə 12-dən. N də kiçik olmalıdır 4-dən. N ala biləcəyi natural qiymətlərin cəmini. N nə ola bilər? 1, 2, 3 və salam 4-ə kimi. Bunların cəmini soruşur. Bunları da toplasaq, cavabımız eləyər 6. Yəni 42-ci sualda cavab olur A variantı. Biz hardasa səhv elədik. Düzgün kəsir olmasının eyni ala biləcəyi natural qiymətlərin cəmini tapın. Yox, heç bir səhv eləməmişik deyəsən. Əgər bunu düz toplamışamsa, 1, 2, 3 cavab eləyir 6, yəni A variantı.
Keçək 43-cü sualımıza. 43-də bizə deyilir ki, yenə də 9,4 vuraq 14,3 çıxaq 9,4 vuraq 4,3. Baxın, bunu vurub açmaq ehtiyac yoxdur. Hər ikisində 9,4-ü görürük. O zaman bunu ortaq məxrəc, daha doğrusu ortaq vuruq çıxara bilərik. 9,4 çıxarsaq qalır burada 14,3. Çıxaq işarəsi və çıxaq 4,3. Bərabərdir. 9,4 vuraq 10. Cavabımız deyir 94. Yəni eləyir 43-cü sualın doğru cavabı Y variantı. Keçək 44-cü sualımıza. Yenə də hər ikisində nə var ortaq? 3,5. 3,5-i çıxartsaq 6,7 üstə gələk 3,3 qalır. Bunu da cavab eləyir 10. 10 dəfə də 3,5 vergül aparır. Cavabımız olur 35. Yəni D variantı. 45-ci suala baxaq. 45-də bizə deyilir ki, bunun rəngini dəyişək hər dəfə eyni rəng görməkdən. Maraqlı bir rəng yoxdur burada. Biraz da pəmbə. Tamam. Niyə pəmbə olmadı bu? Tamam, 45-ə baxaq. 45-də bizə deyilir ki, 0,6-nı hansı ədədə böldükdə, baxın, 0,6-nı hansısa bir ədədə bölürük, cavabımız alınır 25-də 21. Gördüyünüz kimi. Bu deməkdir ki, x-i tapmaq üçün nə etməliyik? Bu 0,6-nı, ümumiyyətlə, bu bölünən bölən qismətdir, böləni tapmaq üçün bölünəni qismətə bölməliyik. Yəni 0,6-nı 21 bölək 25-ə bölməliyik. Bu deməkdir ki, onda 6-yı vurmalıyıq 21-də 25-ə. 5-ə getsə 2, 5-ə getsə 5. 2 ilə 6 getsə qalır burada 3. 3 dəfə də 21 getsə 7. X-imizi alırıq 7-də 5. Yəni biz 0,6-yı 7-də 5-ə bölsəydik, cavabımızda 25-də 21 alardıq. Mənası odur. 46-ya baxaq. Eyni misaldır. 46-cı sualda bizə deyilir ki, 0,7 ədədini hansı ədədə böldükdə 15-də 14 kəsr alınır. Baxın, bunu belə də həll eləmək olar. 7-yə apararıq 0,1, 7-yə apararıq 2. Yəni 2x bərabərdir 1,5-ə. X-imiz də buradan alırıq. 1,5-i 2-yə bölsək 0,75. Yəni 4-də 3 deməkdir. Bunun da cavabı 46-cı sualda olur. Cavab 4-də 3. Keçsək 47-ci sualımıza. 47-də bizə deyilir ki, 0,9-dan hansı ədədi çıxdıqda 3-də 2 kəsr alınır. Yəni də biz x hesablamaq üçün 0,9-dan, yəni 10-da 9-dan 3-də 2-yi çıxmalıyıq. Yəni x-i tapmaq üçün biz ortaq məxrəcə gətirsək, 30-u bölürük 10-a vururuq 9-a. Yəni 27 çıxaq, 30-u bölürük 3-ə 10, 10 da vururuq 2-yə 20. Cavabımız eləyir 30-da 7. Olur B variantı 47-ci sualda cavab. 48-ci suala baxsaq. 0,7-dən hansı ədəd çıxdıqda 7-də 2 kəsr alınır. Yəni də x-i tapmaq üçün biz 0,7-dən 7-2 çıxmalıyıq. Yəni ortaq məxrəc eləsək 70-də 49-dan çıxmalıyıq 20-ni. Cavabımız eləyir 70-də 29. Yəni C variantı. Keçək 49-cu sualımıza. 49-da bizə deyilir ki, ədədin 3-də 1 hissəsinin üzərinə 2 əlavə etdikdə ədədin özü alınır. Bu ədədi tapın. Biz birinci verməliyik ədədi x. Bizə deyilir ki, ədədin 3-də 1 hissəsinin, yəni 3-də 1 x-in üzərinə 2 əlavə elədikdə ədədin özü alınır. X-i tapın. Və salam. X-ı bir tərəfə keçirsək, x çıxaq 3-də 1x bərabər alınır 2. 3-də 2x bərabərdir 2-yə. 2-lər də geçsə, x-imizi alırıq 3. Yəni cavabımız olur 3, yəni Y variantı. Keçək 50-ci sualımıza. 2-də 1 və 3-də 1 hissələrinin fərqi 1-ə bərabər olan ədədi tapın. Bir ədəd var. Ədədimiz x-dir. Bu ədədin 2-də 1 hissəsi ilə, yəni 2-də 1x ilə 3-də 1 x-ni çıxanda
Cavabımız 1-ə bərabər olur. Ortaq məxrəc gətirsək, 6-da 3 çıxaq 2x bərabərdir 1-ə. 6-da 1x-imiz bərabər 1-ə. Buradan da x alırıq cavabımız olaraq 6. Yəni 50-ci sualına doğru cavab olur A variantı. 51-ci sualımıza baxaq. Bir ədəd var. Ədədin 3-də 1 hissəsinin 3-də 1x ilə 4-də 1 hissəsinin 4-də 1x-in cəmi 7-yə bərabərdir. Ortaq məxrəc eləsək, 12-də bura 4, bura 3 düşür. 4-ün 3-ü 7, x bərabərdir 7-yə. Bu 7-lər də keçsə, x-imiz alınır 12. Yəni, bu ədədimiz də bərabərdir 12-yə. Yəni, D variantı olur 51-ci sualın cavabı. 52-ci suala baxsaq. Turist yolun 5-də 4 hissəsini avtomobillə, qalan 9 kilometrini isə piyada getdi. Turistin avtomobillə getdiyi yol neçə kilometrdir? Baxın, yol x-dir. Bu deyir ki, yolun 7-də 4 hissəsini, yəni yolun 7-də 4 hissəsi dərkən 7-də 4 x-ni nə ilə getdi? Avtomobillə. Qalan nə qədər yol qaldı? X çıxaq, bu yolun uzunluğu nə qədərdir? X çıxaq, 7-də 4x, yəni 7-də 3x yol qaldı. Bu da bərabərdir 9-a. Bu 3-dən 9 geçsə, x-imizi alırıq 21. Yəni yolumuzun uzunluğu 21 imiş. Turistin avtomobillə getdiyi yolun neçə kilometrdir? Bu da bizə deyir ki, yolun 7-də 4 hissəsini avtomobillə getmişdi. Yol da 21-də axı. 21-in də 7-də 4 hissəsini tapsaq, 3, cavabımız eləyər 12. Yəni cavab olur 52-ci suala doğru cavab Y variantı. 53-cü suala baxaq. 53-də bizə deyilir ki, ədədlərdən ən böyüyü hansıdır? Yəni də ədədləri sıralayırıq. 0,82 1 idi. 0,802 1 idi. 0,782, 0,10,7802 və 0,10,7822. Ədədlərindən ən böyüyü hansıdır? Biz bunu hesaplamaq üçün əvvəlcə vergüldən sonra ilk aşamaya baxmalıyıq. Xətt çəkirəm görmək üçün. Vergüldən sonra nə gəlir? Bu çox qalındır axı. Bununla göstərsək. Vergüldən sonra nə gəlir? Onun müqayisə eləməliyik. Bizdən ən böyük soruşulur. Baxın, 7 böyütü 8. Əlbəttə ki 8. Ona görə bu 7 variantlarını sildik. Qaldı bunlar əlimizdə. Bu şeydən sonra isə bu 8-dən sonraya baxmaq lazımdır. 2 böyük yoxsa 0? Təbii ki də 2 böyükdür. Ona görə də 0,82 0,802-dən böyükdür. Cavab olur 0,82 və bunun sonunda çoxlu 0 var da. Yəni bunu deməyin ki, burada 3 rəqəm var, burada 2. Onun ona heç bir dəxli yoxdur. Yeri gəlsə hər birinin sonunda sonsuz sayda 0 var. 53-cü sualda doğru cavab olur C variantı. 54-cü suala baxaq. 16,4 və 20,31 arasında neçə natural ədəd var? Baxın, göstərirəm. 16,4 harada yerləşir? Baxın, bura 16-dır. 16,4 16-dan ümumiyyətlə böyükdür. 16,4 16-nın üstə 0,4 almaqla gəlinir. Yəni toplamaqla alınır. Bu o demək ki, 16,4 haradasa buralardadır. Bundan sonra gəlir 17, sonra 18, sonra 19 və 20. Bu 20,31-də 20-dən hardasa bu tərəflərdədir. 20,31. Baxın, buradadır. Bizdən isə bunların arasındakı bu ədədlə bu ədəd arasındakı natural qiymətlər soruşulur. 17, 18, 19, 20. Yəni cəmi 4 dənə natural ədəd var bunların arasında. Yəni Y variantı olur. Keçirik 55-ci sualımıza. Yenə də 27,82 gəlir, sonra 28 artıq əzbərləyək bunu, bilək yəni daha doğrusu. 29 və 30. 30-dan sonra da artıq 30,7 gəlir. 3 dənə ədədimiz var bunların arasında. Cavabımız olur A variantı. 56-cı sualımıza baxaq. 56-da bizə deyilir ki, 25,25 çıxaq, daha doğrusu bölək 0,8 çıxaq 22.944,65-i. Baxın, düzgün olmayana çevirək uşaqlar. Baxın, bu nə deməkdir? 2525 bölək. Bu nədir? 1000-8 çıxaq 2944,65. Tamam. Bunları indi hesaplamaq üçün əvvəlcə bölünəni yazırıq.
2525. Bunu vururuq tərsinə. 8-də 1000. Çıxırıq buradan 2944 tam %65. Bunları ixtisar aparsaq, 100 ilə 1000 getsək, qalar burada bir dənə 10-umuz. Bu belə qaldı. Bu deməkdir ki, belə bunu ixtisarda aparsaq olar. Yəni belə 2-yə, buradan qalar 4. Qeyd eləyək. Bunu da bölsək, cavabımız yekun olaraq 3156 tam %25. Bundan da çıxarıq 2944 tam %65'i. Kalkulyatordan bunu çıxsaq və yaxud da belə alt-alta da çıxa bilərik. Mən tez olsun deyə 2944 tam %65 çıxsaq, cavabımız alınar 0,6. Buradan biri getdi. 1, 1, 2. Yəni cavabımız yekun olaraq 211 tam onda 6. Yəni cavab olur 56-cı sualda B variantı. Keçək 57-ci suala. 57 bizə deyilir ki, yenə də bunu artıq belə necə deyim, kəsrə çevirmədən də bölmək olar. Yəni elə daha rahat olar məncə. 4 tam 10.000-də 5045 bölək. Hesablama səhv eləyə bilərəm yorğun olduğum üçün. Ona görə diqqət eləməyə çalışıram. Bölsək. Üstə də gəlir 29 tam %99. Aha. Bunların hər birini desək ki, vergül bura gəlsə, buradan bu vergül geçsə, bura gəlsə, buradan bura gəlsə, belə. Burada qalsa yekun olaraq 45. Biraz sərgəsiz oldu. Buradan isə 450 tam .45 qalsa. Bunları 5 ixtisar aparsaq, burada qalar 9. Burada qalar 50 tam %5. 50 tam %5'i də 9'a bölsək, alınar cavabımız 10 tam %1. Bununla da 29 tam %99'u toplasaq, alınar cavabımız 30-40. Cavab olur burada. Yekun cavabımız 40 olur 57. sualı. Keçək 58-ci sualımıza. 58'de bize deyilir ki, az önce dediğimiz qaydalar kimidir. Kəsrini, sonsuz dövrü, onluq kəsrini adi kəsrə çevirin. Baxın, burada 48 təkrarlanır deyə mötərizədə 48 yazırsınız. Bunu çevirmək üçün adi kəsrə, dövrün içində nə qədər ədəd varsa, onların sayı qədər 99. Yanına 0 atmırıq, çünki burada dövrə qədərki ədədimiz yoxdur. Yuxarıda da sadəcə 48 qalır. Çünki dövrə qədərki ədəd, yəni deyirəm, yoxdur. Bunları da 3 ixtisar aparsaq, aşağıda qalar 33, yuxarıda qalar 16. Yəni cavabımız olur 33'də 16. Keçək 59-cu suala. 60'dan da videonu dayandırmaq istəyirəm. Videonun digər hissəsində zaxını axşam çəkib atmaq olar. 59-cu sualda 0 tam 72, 72 belə arta-arta gedir. Yəni arta-arta dərkən təkrar olunaraq gedir. Ona görə 0 tam dövrdə 72 yazmaq olar. Kəsr xətti çəkirik. Dövrə qədər ki, dövrün içindəki ədədlərin sayı qədər 9, 2 dənə ədəd varsa 99 yazırsınız. Yuxarıda ədədin özünü yazırsınız. Çünki yenə deyirəm, dövrə qədərki ədəd söhbəti burada olmadı. Yoxdur. 9'ları aparsaq 11'də 8 qalır. Cavabımız olur 11'də 8, yəni D variantı. Keçək 60-cı suala. 60'da bize deyilir ki 346 tam 5 ulduz 24 kiçikdir 346 tam 10.000'də 5224. 224. Bərabərliyin doğru olmaq üçün ulduz işarəsinin əvəzinə hansı rəqəm olmalıdır? Baxın, 346, 346 oldu. Son 24, 24 və 5 də burada. Əgər kiçiyi isə, bax bu ulduz işarəsi uyğun olaraq 2-dən kiçikdirsə, bu ulduz işarəsi ya 0 ola bilər, ya da ki 1 ola bilər. 0 ola bilər və 1 ola bilər. Təsəvvür edin, 346 tam 10.000'də 5024 və 346 tam 10.000'də 5124. Təbii ki, 346 tam 10.000'də 5224-dən kiçikdir. Ona görə 0 və yaxud da cavab 1 olur. 60'ın sualında doğru cavabı oldu C variantı.